Pulu düzgün xərcləməyin sirri intizam, plan və prioritetlərdən keçir. Ən düz yanaşma budur. 1. Əvvəl özünü qorumaq. Hər ay gəlirin azı 10%-ni yığım və ya qənaət hesabına ayır. Bu, sabah gözlənilməz vəziyyətlərə qarşı sığortandır. 2. Zəruri xərclərə ayırmaq. Yemək, kommunal, sağlamlıq, təhsil kimi əsas ehtiyaclara xərclə. Bunlar mütləqdir. Borclardan uzaq durmaq. Kredit və borcu yalnız zəruri hallarda götürmək, vaxtında ödəmək lazımdır. İsrafdan çəkinmək. Ani istəklərə yox deməyi bacarmaq. Lazım olmayan əşyaya pul vermək əsl itkidir. 5. Özünə sərmayə qoymaq. Təhsil, bacarıq, sağlamlıq və inkişaf üçün xərclənən pul gələcəkdə daha çox qayıdır. Xoşbəxtliyə də ayırmaq. Yalnız ehtiyac və qənaətlə yox, həm də sevinc və rahatlıq gətirən şeylərə müəyyən pay ayırmaq lazımdır. Gəliri artırmağa yönəltmək. Əlavə gəlir gətirə biləcək işlərə, ideyalara, kiçik biznes və ya biliklərə yatırım etmək ən ağıllı addımdır. Qısa məsləhət. Pulu xərcləməzdən əvvəl plan qur, xərcləyərkən düşün, xərclədikdən sonra isə peşman olmayacaq seçim.